Herkese salam. Yeni videoma xoş gəlmisiniz. Necə görsənirəm qızlar. Dayımın ad günüdür. Onlara gedəcəyik. Dayımın yoldaşı da ki bizim üçün qəşəng süfrə hazırlayıb. Kombinimi çox bəyəndim. Banişaba yatıb burada. Birazdan sizə süfrəni də göstərəcəm. Düşürdürəm yenə Barney'ni gəzdirirəm. Soyuqdur Barney. Dön. Qızlar, süfrənin gözəlliyinə baxın. Nə ararsam var. Təbii ki də hər məclisimizin olmazsa olmazı aş və qara. Bir də toyuğu bu formada tufafqaya qoymuşdu. Yanında isə gözəl biber salatı eləmişdi. Əllərinə sağlıq, çox qəşəng idi. Tripodumu getdiyim hər yerdə özümdən aparıram da. Yoxsa ürəyim sıxılar. Dodağıma pomada vuracaqdım. Dedim sizinlə bərabər vurum. Məndə Jevin 606 nömrəsidir. Bir də Bilo Design'ın 04 glossu. Bunu yeni almışam Olivia'dan. Yoxlayaq. Formada çərçivələdim. Mən həmişə misteyi istifadə eləmişəm. İndi özümdə istifadə edirəm. Amma Jev alandan sonra ancaq Jev istifadə eləmək istəyirəm. Çünki qaymaq kimidir. Yəni mistey istə məncə qat-qat qəşəngdir və qiyməti də ucuzdur. Bu formada oldu. Gəlin bir də bunu sınayaq. Hələ alandan sınamamışam. Temudan almışdım. Bu nə üçündür? Makyaj etdikdən saatlar sonra bax, sifətdə belə parlamalar yaranır. Yağlı və nəmli görüntü olur. Bu görüntünü bəzi insanlar var sevir, bəziləri var sevmir. Şəkil çəkdirəndə və yaxud da videoda bu parlamalar çox bəlli olur. Ona görə mən daha çox pudralayıram gün ərzində üzümü. Pudradan da tez-tez istifadə etməyim deyə, çöldə pudranı çantama atmayayım deyə. Bundan aldım Temudan. Çox qəşəngdir, çox gözəlliyi var. Gəlin yoxlayaq görə həqiqətən işə yarayır. Daha çox burnum parlayır, burnumu götürək. Oha, işə yaradı. Baxın, keçək alnımıza. Baxın, tamamilə yağı özünə çəkdi. Çox bəyəndim. Üzümdə də həmin o parlama getdi. Qızlar, bir də mən hicablı olduğum üçün dırnağımı gel-lak eləyə bilmirəm. Mən belə özəl günlərdə çölə çıxanda, toy, ad günü və yaxud da hər hansı bir yerə gəzməyə çıxanda, o an əlimdə dırnaq görmək istəyirəmsə, Temudan belə gözəl, çox uyğun qiymətə dırnaqlar alıram. Bunu da təzəlikcə almışam. Dedimsə də göstərim, həqiqətən çox qəşəngdir. Yəni gel-lakdansa taxma dırnaq mənə daha rahat gəlir. Ürəyim istədiyim vaxtda formasını, rəngini dəyişirəm. Hər hansı bir yerə gedəndə də bir günlük taxıram. Axşam evə gələndə çıxardıram. Dırnağımın üstünü plikalayıram və yaxud da atistondan silirəm. Heç bir kre izi də qalmır. Yemək yedikdən sonra belə gözəl çay süfrəsi hazırladıq. Dayımın da 41 yaşı oldu. Onu da buradan bir daha təbrik edirəm. Bu gün burada da bitdi. Sizi digər ad gününə özümlə aparıram. Qızlar, gedirəm ad gününə. Bu da qızın hədiyyəsi. Məkan olaraq sahildəki Çokoporta gəldik. Bacımın qrup yoldaşının ad günüydü. Bizi də dəvət etmişdi. Onlar gələnə qədər dedim, ətrafı sizə çəkim və biraz da şəkillər çəkdirdim. Buranın ab-havasını mən çox sevirəm. 3 dəfə olmuşam burada. Qiymətləri də həqiqətən çox münasibdir. Əgər bura gəlməmisinizsə mütləq gəlib baxın. Həm şəkil çəkdirməyə çox gözəl yerlər var, həm də ki menyularında çoxlu fərqli setlər var. Biz çay seti olaraq sivit seti dedik. Setin içərisində gördüyünüz kimi şokoladlı krep, waffle, limon, mürəbbə, 4 ədəd Oreo və 2 çaynik çay var idi. Bu coffee shop 2 mərtəbəlidir. Bura isə 1-ci mərtəbəsidir. Şəkil çəkdirmək üçün 1-ci mərtəbəsində daha yaxşıdır, amma insanlar orada daha çoxdur. Təbii ki də şirniyyatdan doymadığımız üçün yenə set sifariş verdik. Burada da artıq qızlarla sağollaşıb evə gedirik. Səhərsə gündən salamlar. Marketdə gəlmişəm mayonez almağa. Çünki bugün şaurma eləyəcəm. Mən mayonez olaraq Mesto markasını daha çox sevirəm. Bu dəfə isə 67% olan Provensaldan aldım. Yoxlayaq görək bu necədir. Qiyməti isə 3 manat 65 qəpik idi. Biz bir də pomidor olaraq belə qırmızı pomidor yox, çəhrayı zolaqlı pomidordan alırıq.
Mən həmişə şaurmanı necə eləyirəmsə, bu videoda da sizə birə-bir hamısını göstərəcəm. 3-4 ədəd toyuğun filəsini alıram. Yuduqdan sonra və yaxud da təmizlədikdən sonra xırda-xırda küp-küp formasında doğrayıram. Bir də çalışın toyuğu isti su ilə yox, soyuq su ilə yuyun. Çünki isti su ilə yuduqda toyuqdakı bakteriyalar çoxalır. Mən toyuğu yuduqdan sonra belə süzgəcə qoyuram ki, toyuğun suyu süzülsün. Bilmirəm aranızda bunu edən var yoxsa yoxdur. Mən toyuğu qovurmamışdan öncə 2 qaşıq qatıq tökürəm. Üstünə də duzunu, istiotunu töküb soslayıram. Qıraqda 15 dəqiqə saxlayıram. Toyuq qıraqda gözləyənə qədər 3 dənə kartoşka götürürəm, qabıqlarını soyuram bir-bir. Daha sonra yuyuram kartoşkanı. Mən kartoşkanı incə-incə nazik doğramağı sevmirəm. Çünki o zaman yapışır, yanır və istədiyim o effekti vermir. Ona görə də mən gördüyünüz bu formada orta qalınlığında kartoşkanı doğrayıram. Yağlı kağızınızın tepsinizə daha yaxşı formada qalmasını istəyirsinizsə, bu formada əzməyiniz mütləq şərtdir. Kartoşkanın üstünə biraz duru yağ töküb qarışdırdıqdan sonra səliqəli formada tepsinin üzərinə tökürəm. Üstünü də biraz duzluyuram. Siz hər hansı bir ədviyyatdan istəsəniz, təbii ki də tökə bilərsiniz. Mən sadəcə duzdan və duru yağdan istifadə etdim. İndi də keçək toyuğu qızartmağa. Mən toyuğu qızartmaq üçün ankor yağından istifadə eləyirəm. Biraz tavaya yağ tökdükdən sonra yağın isinməsini, əriməsini gözləyirəm və toyuğu əlavə edirəm. Toyuğun içinin pişməsi üçün mən qapağını bağlayıram. İndi də gəlin şaurmanın sosunu eləyək. Mən sos olaraq mayonez və ketçupdan istifadə edirəm. İçərisinə sarımsaq qatmıram. Əslində şaurmanın içərisinə sarımsaq qatılır. Mən sarımsaq sevmədiyim üçün ona görə də içərisinə sarımsaq vurmuram. Siz təbii ki də zövqə görə istəsəniz vura bilərsiniz. Toyuq və kartoşka qıraqda pişənə qədər şaurmanın içi üçün pomidor və xiyarı doğrayaq. Xiyar olaraq təbii ki də istəsəniz turşu xiyar və yaxud da ki belə normal xiyar da istifadə edə bilərsiniz. Mən sveji normal xiyarı daha çox sevirəm şaurmanın içərisində. Şaurmanın içliyi üçün pomidor və xiyar incə-incə nazik formada doğranmalıdır. Əslində şaurmaya soğan vurulmur, sarımsaq vurulur, o da sosuna. Mən sadəcə sarımsaq yox, soğan sevdiyim üçün çox az miqdarda şaurmanın içliyinə vururam. Siz də əgər mənim kimi sarımsaq sevmirsinizsə, bu üsulu deneyin. Gördüyünüz kimi toyuğun içi pişdi. İndi isə qapağını açdım, biraz qarışdırıram. Suyunun çəkilməsini və qovrulmasını gözləyirəm. Lavaş olaraq da uzun təndir lavaşı və yaxud da ki dönər lavaşı lazımdır. Hansı markanın da istəsəz lavaşını ala bilərsiniz. Artıq kartoşkamız və toyuğumuz pişdiyinə görə şaurmanın içliyini hazırlaya bilərik. Mayonezdən və ketçupdan hazırladığımız sosu lavaşın aşağı və yuxarı hissəsinə yayırıq. Sosu yuxarı hissəsinə yaymağımın səbəbi lavaşı bükərkən yapışması üçündür. Sosun üzərinə birinci olaraq mən toyuğu əlavə eləyirəm. Ondan sonra pomidor, xiyar, kartoşka və soğan. Üzərinə də biraz duz gəzdirirəm. Çünki pomidor və xiyar şit olur ona görə. Lavaşın yanlarını içəri qatlayaraq bu formada bükürəm. Mənim etdiyim ərzaqlardan 9 dənə şaurma çıxır. Şaurmanı yediyimiz anda da tosta belə qoyuruq. Ağzını bağlayırıq. 2-3 dəqiqə ərzində istədiyimiz formada əsl şaurma görüntüsünü verir. Qızlar, siz də bu resepti deneyin. Görün bəyənəsiniz. Mən çox bəyənirəm. Kargolarımın gəldiyini görən kimi tez qasa-qasa gəldim. Götürdüm kargonu. Düşündüyümdən çox balacaymış. Mən daha böyük olmasını gözlədim. Amma içində az şey yoxdur. Balaca gəlib, ev yoxdur. Görək içində nələr var. Bayaqları YouTube üçün shorts videosu çəkdim. Temu kargolarımı açdım. Niyə də vlog videomda göstərməyim. Gəlin bir-bir göstərim sənə sifariş verdiklərimizi. Belə bir telefon kabrasıdır. Bilirsiniz ki, Temu kabraları çox kaliteli gəlir. Bir də bu karandaşı çox sevdim. Gəlinsə də əlimdə göstərim. Bayaq shorts videosunda göstərdim. Özüm də çox şaşırdım ki, necə belə qəşəngdir. Baxın, həm rəngi çox qəşəngdir. Bir də qətiyyən yayılmır. Ona görə də bu karandaşı çox sevdim ki, həm yaxşı yağlı gedir və rəngi də çıxmır. İstəsəniz baxa bilərsiniz. Bu markanın 305N rəngidir məndəki. Yenə də işinə yatırım deyincə də mən tripod almışam. Amma bu səfər tripodu telefonum üçün yox, işıq üçün almışam. Bunun belə başlığı var. İşıq qoymaq üçün və yaxud da ki professional kamera qoymaq üçündür.
Mən oturub makiyaj videosu, söhbətli video çəkəndə telefonumu tripoda qoydum, amma işığımı tripoda qoya bilmirdim. Ona görə də belə stol üstü bir tripod aldım və bunun kalitesi telefonun tripodundan daha yaxşıdır, daha qalındır və ağırdır. Uzunluğu isə bu qədərdir. Tam çantaya atmalıqdır. Bir də belə xaladenik üstü üçün şirin maqnitlərdir, kofedir, şokoladdır, üstündə kleyli maqniti də gəlir, yapışdırmaq olar. Bir çoxunuz bu məhsulları böyük ehtimal ki bilirsiniz. Saçınız su olmasın deyə, gözünüzün qarşısına su gəlməsin deyə makiyajınızı silərkən taxdığımız tacdır və belə qolçaqlarıdır. Artıq bunu 3-cü dəfədə alıram, çox sevirəm bu məhsulları. Bir də məni daha çox şaşırdan yanındakı broşkadır, çünki çox bərk gəlib, rəngi də çox qəşəngdir. Bir də belə pijama dəsti var, avokadolu, şort tipli koftasıdır. Bu mənim deyildi, ona görə açmayacağım. Kargo açılışı eləmişkən bunu da açaq. Pink Beauty-dən çəhrayı rəngdə Benefit sifariş vermişdim. Onlar sağ olsun gətiriblər. Bir də şeydə Erdoğan'ın ADVB markasının ənliyini almışam. Angel Kiss rəngini. İnşallah bundan sonraki makiyaj videomda Benefit'in highlighter'ını və bu ənliyi denəyəcəm. Aranızda mənim kimi Rafaella sevən var. Mənim uşaqlığımdan bəri ən sevdiyim şokolad Rafaelladır. Qızlar, buraya qədər videomu izlədinizsə və bəyəndinizsə, kanalıma abunə olmağı və like etməyi unutmayın. Öpürəm sizi. Hələlik.